Uğura gedən yol həmişə asan olmur. Xüsusilə də bu yolun əvvəlində səni fiziki çətinliklər qarşılayırsa, elə bu dəfəki müsahibimiz kimi. Hüseyn Babayev uşaqlıqdan əlilliyin olmasına baxmayaraq, hər kəs kimi yaşamaq uğrunda mübarizəsini davam etdirir. Yeniyetmə yaşlarında möcüzələr yaradan para üzgüçü Hüseynin su ilə tanışlığı təsadüfən başlayıb. 15 yaşım var. Mən artıq 4 ildir ki, bu ilə üzgüçü ilə məşğulam. Biz bura sağlamlıq üçün gəlmişdik. Sonra ana müəllimən də idman ruhu yaratdı. İlk yarış, ilk qələbə, daha sonra isə beynəlxalq turnirdə qazandığı uğur. Hər medalın arxasında tükənməz zəhmət, ailə dəstəyi və inanılmaz iradə dayanır. İlk yarışımız Sumqayıtda oldu. Sonradan orada birinci medal qazandı. Sonradan bu U15 gimnaziyadası bizim ilk beynəlxalq yarışımız idi. Orada Hüseyin qalib gəldi, Fair Play mükafatına layiq görüldü. Dünyada ilk öz yaşında 15 yaşlı uşaqların arasında yeganə uşaqdır ki, üzür S1 kateqoriyasında. Yəni biz çox fəxr edirik evladımızdan. Heç vaxt evladlarınızdan utanmayın, heç vaxt evladlarınızı gizlətməyin. Evladlarınızın çalışın, gələcəyin qurasız. Biz bugün var, sabah olmaya bilərik, amma evladlarımız heç olmasa gələcəkdə özlərinin bir yolu olsun. Mən bütün analara tövsiyə edirəm ki, bacardığınız qədər bütün atalar, analar evladlarınızın arxasında dayanın. Və bizim hal-hazırda bir yolumuz var, idman yolumuz. O yolun da sonunda ümid edirik ki, haçansa Hüseyin Azərbaycan bayrağını yüksəldib Olimpiya çempionu olar. Arzulam odur ki, Allah qoca qabağa gelim, Olimpiya çempionu olur. Hüseyin Babayev yalnız bugünün deyil, sabahın da çempionudur. Onun uğura gedən yolu minlərlə gəncə ilham verir.